Salam olsun. Mənim buradan şikayətim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovadır. Cənab Nazir, mən təxminən 10 gün, 12 gün bundan əvvəl mənim səbəbsiz yerə valideynlərimi təhqir etdilər. Mən atamı təzə itirmişəm. Mənim ölümü, dirimi, bütün nəslimi, kökümü təhqir etdilər səbəbsiz yerə. Və mən həmin insana söymədim, cavab vermədim. Onun söydüyü söyüşləri, videoları, materialları şikayət vasitəsilə Daxili İşlər Nazirliyinə göndərdim. Və mənə orada yazdılar, sizin şikayətiniz qeydə alındı. Təxminən üstündən 10 gün, 12 gün keçib, bu günlərim yenə həmin insan mənim canlı yayımıma girir, mənim yenə var-yoxumu söyür. Xahiş edirəm, cənab Nazir, mən ancaq sizə şikayət edirəm. Çünki qurumlara şikayət edirəm, nazirliyə şikayət edirəm, mənim şikayətimə heç kim baxmır. Həmin insan məni ölümlə də hədələyir. Düzdür, o məni öldürə bilməz. Amma deyir ki, mənim silahım var, mən hərbiçiyəm. Mən bilmirəm, o hərbidə işləyir, hərbidən çıxıb, ondan da məlumatım yoxdur. Amma heç kim var-yoxunu çöldən tapmayıbdır. Xahiş edirəm, cənab Nazir, o insan haqqında ölçü götürün. Sizin göstərişinizlə onun ölçüsünü götürəcəklər, mən buna əminəm. Siz desəz ki, o insan haqqında ölçü götürülsün, hökmən həmin insan haqqında ölçü götürüləcək. Mənim başqa yolum yoxdur. Mən şikayət etməyə artıq adam tapmıram. Cənab Nazir, ancaq sizə şikayət edirəm. Özüm də sabiq polis nəfəriyəm. Polisdə işləmişəm, öz ərzəmlə, sağlığımla əlaqədar ərzəmi yazıb çıxmışam. Özüm də əsəb xəstəsiyəm. Özüm hal-hazırda Meksikada pəhlivan kimi fəaliyyət göstərirəm, Azərbaycanın bayrağını ucaldıram. Mən söyləsi oğlan deyiləm ki, mənim var-yoxum söyləsi deyil ki, hansısa Azərbaycanda oturub kimsə mənim var-yoxumu söysün. Deyir ki, hərbiçiyəm, yaxşı eləyirəm, məni nazir də tanıyır, hamı məni tanıyır. Mən bilmirəm onu kim tanıyır, kim tanımır. Xahiş edirəm, cənab nazir, onun haqqında ölçü götürülsün. Və həmin insanın üzr videosu gəlsin. Mən bilməliyəm ki, həmin insan tutuldu. Həmin insan haqqında qanuni tədbir görüldü. Artıq mən bezirəm, mən də insanam. Mən Meksikadayam, ürəyim partlayır. Belə iş olar, belə görəcək olar. Biz hansı dövrdə yaşayırıq? Biz hansı respublikada yaşayırıq? Bu insanlar belə hərəkət edir, başqaları da onlardan baxır, fürsətdən istifadə edir, çatan-çatanın var-yoxunu söyür. Bu nə gündür, bu nə güzərandır? Mənim var-yoxumun günahı nədir? Əgər mənim günahım varsa. Xahiş edirəm, cənab nazir, mənim şikayətimə baxın.